Bildirən sözlər, yəni zərflər. Always, hansı ki həmişə edirik. Often, tez-tez. Usually, adətən. Sometimes, bəzən. Occasionally. Bəzən, seldom, ara bir. Rarely, nadir hallarda. Hardly ever, demək olar ki heç və never. Bunlar tezlik bildirən zərflərdir və bunları həmişə feildən əvvəl qoyuruq. Məsələn, I always get up at 6. Mən həmişə yuxudan saat 6-da dururam. I often go to work at 6. Mən adətən işə saat 6-da gedirəm. Və hamısı belə. İnkar da etdikdə I don't usually drink tea. Mən adətən çay içmirəm. Gördüyünüz kimi yenə də inkarı drink fiili olduğuna görə inkarı don't-la verdik. I don't usually drink tea. Deməli, usually sözünü fiildən qabaq qoyduq. Sual da versək yenə də. Do you usually drink tea? Gördüyünüz kimi bu fiil ilə tezlik bildirən zərf bir-birindən ayrılmazdı. Sonra fiilləri necə işlətmək və necə inkar etmək? Deməli, I go to work every day. Mən hər gün işə gedirəm. Rəna deyəndə deyəcək Rəna goes to work every day. Rəna olmasın. He, she, it olsun. Hamısında olur goes. Çünki bu üçüncü şəxsdir. Goes to work every day. Deməli, sual da verəndə bunlara deyirik. Deməli, cümlənin içində fiil varsa buna sualı necə veririk? Do vasitəsilə. So bir do. Do I go to work every day? Bu qədər sadə. Yəni bununla da sualımız düzəldi. Məsələn, I eat apples. Mən alma yeyirəm. Və yaxud da I like apples. I hate apples. Necə sual verirəm? Sadəcə hamısının qabağına do artırıram. Do I eat apples? Do I like apples? Sadəcə biz mən almaq xoşlayıram demirik də. Yəni adətən ayla olan suallara you kimi sual veririk. Do you like apples? Do you hate apples? Yes, do I və yaxud da you hate apples. Bununla da sual düzəldi. Xüsusi sual verəndə, məsələn, sən nə yeyirsən desək, onda deyirik what, bu cümləmizin karol dediyimiz, ondan sonra mütləq köməkçi fiil, what do you eat? Deməli, gəlir sual sözü, köməkçi fiil, mübtəda, xəbər. Вспомогательный глагол, подлежащее сказуемое. Və yaxud da sən nə edirsən desək, deyəcək what do you do? Çünki do'nun biri olur köməkçi fiilimiz, digər fiilimiz isə axı edirsən, etmək sözü də do'dur. Ona görə olur what do you do? Cümləmizdə 2 do olacaq. Bu tərcümə olunmayandır, hansı ki sual düzəltməyə kömək edir. Bu etmək fiilidir. Eləcə də does olanda. Does Rəna eat apples? Fikir verdinizsə, yadınıza düşürsə, təsdiq cümləmiz belə idi. Rəna eats apples. Və həmən bu Rənanın sonundakı s, bu keçdi. Does oldu. Yəni do onun hesabına does oldu. Biz do'ya həmişə maqnit deyirik. Yəni s'i götürdü özünə, oldu does. Qaldı does Rəna eat apples. Və yaxud da xüsusi sualda olanda olur what. Bu cümləmizin karolu, korolevası olur. What does Rəna eat? Yes, yenə də köməkçi fiil, mübtəda, xəbər.
Söz sırasını pozmayaq please. Çünki bunlar həmişə bu xüsusi sual bildirən sözlər, hansı ki what, when, where, how, why, what color, how often və s. bu tip sual sözləri həmişə cümlənin birinci, yəni cümlənin ən əvvəlində gəlir. Onlardan sonra da mütləq köməkçi feil gəlir. Əgər cümləmizdə feil yoxdursa is, məsələn, ən məşhur what is your name cümləsi. Yox, əgər cümləmizin feili varsa, onda olur when, məsələn, when do you go to school? Sən məktəbə nə vaxt gedirsən?